Mən laborant həkim, Alyans Klinikin laboratoriya rəhbəri Şirinova Ülviyə. Klinikanın görünməyən qəhrəmanlarından biriyəm. Bugün sizə laboratoriyada bir gün adlı vlog hazırlamışam. Baxmayaraq ki, rəsmi iş saatımız 8:30-da başlayır, artıq pasiyentlərimiz gəlib. Gedim formamı geyinim, işə başlayım. Desəm ki, laboratoriya klinikanın şah damarıdır, döyünən ürəyidir, yanılmaram. Niyəsini isə indi öz gözlərinizlə görəcəksiniz. Bu da bizim tam avtomatlaşdırılmış laboratoriya. Sizə işimizin ritmini, dəqiqliyini göstərməyə çalışacağım. Bir şey də deyim, kənardan asan görünsə də, yay, qış biz bu temperaturda işləyirik. Artıq analizlərimiz də gəlməyə başlayıb. Bu analizlərin işləmə müddəti normada standartdır. Sadəcə pasiyentlər bəzən tez cavab istəyirlər. Hər analiz üçün həm işləmə vaxtı, həm də əlavə vaxtı ayırırıq ki, problemli cavabları ikinci, üçüncü dəfə təkrar işləyə bilək. Bu da dəqiqlik üçün vacibdir. İndi isə tam avtomatlaşdırılmış cihazda hormon, vitamin və onkomarkerlər işləyəcəm. Buradan pasiyentlərə demək istəyirəm ki, biz ad soyad ilə yox, məhz barkodla işləyirik və sistemə vurub qanları cihaza yükləyirəm. Buna görə də filankəs o filankəsin cavabının hazır olub olmadığını deyə bilmirik. Hazır cavablar isə gecikdirilmədən təhvil verilir. Bu nəticələr hazır olana kimi digər işləri görəcəm. İndi isə qanın ümumi analizinə başlayırıq. Bu eritrositlərin çökmə sürətidir. Bəzən pasiyentlərin röya deyib adlandırdığı həmin məşhur ROI. Hərdən soruşurlar ki, qan ümumi analizində şəkəri və digər göstəriciləri bilmək olar? Xeyr. Çünki bu analizlərlə yalnız qanın parametrlərini təyin edirik. İndi isə biokimiya analizlərinə başlayıram. Qanları raka yığıb, barkodları oxuduram. Cihaza start verib qanları yükləyirəm. Hansı ki, şəkər, qaraciyər, böyrək sınaqları və s. bu cihazda işlənir. İndi isə mikroskopik müayinələrdən danışım. Biz müxtəlif yaxmaların, sidiyin, spermogrammanın, demodeksin və s. müayinələrini edirik. Bu isə sidiyin ümumi analizidir. Qeyd edim ki, mən laboratoriyada tək deyiləm. Digər əməkdaşlarımızla birlikdə işləyirəm. Onlar da bəzi materialların hazırlanmasında, digər işlərin görülməsində iştirak edirlər. Ümumilikdə 300-dən çox analiz edirik. Nadir analizlər isə Bakıya və Türkiyəyə göndərişdir. Qanlar xüsusi şəraitdə, buzla və xüsusi maddələrlə qorunaraq təhlükəsiz göndərilir. Buna görə də qan köhnəlmir və keyfiyyətini itirmir. Mən isə sizə sadəcə analizlərimizin az hissəsini göstərə bildim. Son olaraq isə nəticələri gözdən keçirib təsdiqlədikdən sonra isə pasiyentə təqdim edirəm. Ümid edirəm ki, hazırladığım vlog diqqətinizi çəkdi və zəhmətimi dəyərləndirdiniz. Mən işığı söndürürəm və qeyd edirəm ki, iş günümün sonudur. Mənim laboratoriyada iş günüm bitsə də, Alyans Klinik 7/24 xidmətinizdədir. Heç tərəddüd etmədən özünüzü və yaxınlarınızı bizə etibar edə bilərsiniz. Sağlamlığınız əmin əllərdədir.